Yeni vlogdan hər kəsə salamlar qızlar. Demək, belə başlayıram. Axşamda iş görəm. Rasimlə Abbas qaçıblar qonşuya. Mən də dip köşə hər tərəf pilistoslamışam. İndi də silirəm. Qızlar, yeni bir üsul öyrənmişəm. Divan üstlərini tül pərdə ilə təmizləmək. İndi görək bu qurusun. Görün bildim bu necə olacaq da, maraqlıdır. Bir türk bloger var Instagramda, qan eləyir də qızlar. Ona baxıb mən də elədim. Tül pərdə aldım Mimidən ucuz. Ondan bundan soruşdum, heç kəsdə olmadı. Dedim, elə yaxşısı Mimidir. Getdim, baxdım ki, 4 manat 50 qəpiyə qəşəng tül pərdə var. Hə, belə. Qəşəng. Bir yandan da qızlar Gülcəmala baxıram. Bu Gülcəmal serialını çox bəyənirəm. Ona başlayıram baxmağa. Tıpış evine dönecek. Buraları sileyim. Köşə, elə gözəl qoxular gəlir, xlor tökmüşəm. Eləmişəm. Ne yaptın sen ya? Belə. Şu sıralar adamlarım onu almış olmalı. Dibdə belə. Ona öyle şeyler yaşatacağım ki Belə buraları sileyim. o evden çıktığını bin pişman olacak. Görək nə edirik. Bu arada belə dəyişmişəm divanı. Kresloları belə üzbəüz divanla qoymuşam. Bu divana bir normal yer tapa bilmirəm ki. Mən künc divan xoşlamıram qızlar. Deməyin ki, künc divan alardınız. Mənim elə bu divanın künc divanı idi. Düzəltdim mən bunu. Deyirəm qızlar, bacım bu vəziyyəti görsə, başlayacaqdı yenə deyinməyə. Deyəcəkdi Mehriban, bu nədir yenə, yığmışam bunları bunun altına. Qızlar, mənim özümdən asılı deyil. Mən elə bir, necə deyim, mənim xoşum gəlmir ki, dəzgahın altında olsun da hər şey. Mənim xoşum gəlir ki, hamısı belə dəzgahın içində olsun. Yəni, üstünə başına qoymayayım heç nə. Aycan, gəlirəm, görürüm, gözlə. Yəni, bu stəkanı yuyum, qarşıya bütün sıqlaba gəlirəm. Düzəltdiyin hamısın. Ged o bir sözlər də düzəlt. Oraya yazılı bir şam, onu da düzəlt. Rasimlə dərslərimizi çalışıram, axşam edeyim ki, səhər elə bil ki, yorulmasın da. Elə bir məktəbə gedəcək, sonra məktəbdən gələndən sonra dərslərimizi yenə edirik. Həm sabah bir də görürsünüz işim olur, nəsə almağa getməyə lazım olur və yaxud da nəsə də bir şey rahat götürüb gedirəm, bilirəm ki, dərslərimi eləmişəm. Kızlar, bu arada 72% o sabun paylaşmışım şort olarak. O şort saf ki, maye sabunu artıq qabları başlamışam ondan yumağa. Həm çox bir şeydir, həm əlləri zədələmir. Həm də bisit bax. Elə qəşəng səs çıxır qabları yuarkən. Mən də xəstəsiyəm də. Belə yuyanda. Belə qızlar. Mənim bir xasiyyəti var. Qasimin karşısını pişirirəm. Biraz saat neçədə, uzun saat 11'ə işləyib, biz hələ indi işlərimizi yekunlaşdırırıq. Görün, karşını söndürüm, bir kurub yandırdım, inanırsız qızlar. 2 gündür mənə nə olub bilmirəm. Necə nə olub? Ya tavanı yandırıram, ya qazanı yandırıram. Allah'ım xeyir eləsin. Akşama heç bilmirəm nə pişirmək. Gündüz buraları pişirdim bunlara. O heç əla getdi. Mən akşama nə? 2 dənə əslində kət solpası qoymuşam şöyle. Bir dəli şeytan deyil. İndi bana qəşəng sıf elə, Yusuf elə, uşaqlar da yesin, sən də ye. Görün, bəlkə onu yeyərəm. Görün, yeyərəm. Hələ akşama yeməyə fikirləşmişəm. Karşıdan bugün də vlogu çəkeyim. Qızlar yazır ki, Mehriban, elə belə bəyənirik, siz gündəlik paylaşın. Mən həmişə belə xüsusi dükana falan gedəndə, amma gündəlik neynədiyimi də paylaşdım, məncə maraqlı olar. Ayda. Sen öğretmiştin ya beraber. Bax da, orada necə yazılıb, elə yaz. Ora bax yaz. Bir beraber.
Hadi. Şəkilə bax, şəkilə uyğun elə. Hüsnü xəttdə görmüşük uşaq, qabaqdakı hərfə baxar yazar. Bu yox, fikirləşir necə elm elə, necə deyirəm, ona bax elə. Məsələn, yox. Məsələn, mən özüm, məndə o xasiyyət var. Məsələn, videoya baxıb makyaj edə bilmirəm. Ancaq şəkil qoyuram qarşıma, hansısa makyajlı şəkil. Birəbir eyni makyajı eləyirəm qızlar. İndi uşaq deyil, təbii ki, onlara da demirəm. Yəni, istedadda, yəni, mənim də elə bir istedadım var. Məsələn, adam var, nəysə baxır videoyla, məsələn, liner necə çəkir. Amma mən elə yox. Ona baxıb, o şəkilə baxıb eləyə bilirəm. Mənim də xasiyyətim belədir. Qablarımızı yuaq, əsas qablardır. Hər yerdən bir qab çıxır. Hələ sizə istəkanını göstərəcəm. Taşqam daha doğrusu. Ayrıca Qızlar, bunu manatlıq mağazadan əldə eləmişəm. Çox da yaxşı. Süngəri saxlayır. Özüm hərdən çıxardım, altını sürtürəm. Amma süngəri çox yaxşı saxlayır. Bu da mənim məşhur süngər, çaşqa. Axır vaxtlar o qədər bəyənilir. Bunu qızlar Rebus'tan almışam. Elə çox baha da almadım. 6 manat neçə qəpik idi deyəsən. Yəni amma dəyər də, gözəl deyil qızlar. Mənim xoşuma gəlir. Ay Allah belə. Gəlmişəm hamama qızlar. Axşamdan mən hamamın mopunu, hamam mopu deyirəm, evləri silmişdim axı. Mopu qızlar Domestos'du, persollu qaynar suda istağa qoymuşdum. Sıxdım, indi götürdüm qəşəng. Elə maşını qoşardım, babaya elə bildim tez çıxacağam. Maşını qoşardım, qoşmadım. Eybi yox, qoşaram. İndi onun suyuyla da buraları yaxşıcana yudum. Qabda yaxalayın, götürün. Onları belə çevirirəm. Belə. Tutmuyor. Her tarafı yum. Kurulayacağım sonra. Tuşu dəyişdim. En yaxşısı budur. Tarafı da açdım. Belə. Buranı silib kurulamışam. Qalıb buralar. Buralarda yaxşıca şampunu getsin. Domestos'un xlorunu iyi qarışıb bir-birinə. Belə ağır çox istifadə eləmirəm. Havalandırma da var da. Boğulmayacaq. Gördüyünüz hansısa rayonda qızlar xanım bağlayıb hamama. Domestos zat işlədib, zəhərlənib, digəri partlayıbdırlar, nə deyirlər, Allah göstərməsin. Həqiqətən təmizlik vasitələrindən işləyərkən ehtiyatlı olun. Yəni, elə qarışdırmağı çox sevmirəm. Elə axşam Domestos bir arasında qaynar suya tökdüm. Persol tökdüm, qoydum istağa. Düşün tərtəmiz oldu, baxın, təmiz oldu. Buraları quruluyum. Olsun təmiz. Mənim bu gözəl fincanım çıxdı ortalığa. Qızlar, bu fincanı çox sevirəm. Biraz gözləri sadəcə belə iridir. İçərisinə əlavə eləmişdim çoban yastığı. Götürdüm ki su biraz qızsın, sonra yenidən əlavə edərəm. Həm də sizin üçün
dəmlənməyi göstərərəm. Qızlar, bu aralar ən çox çoban yastığı çayı içirəm və həqiqətən də çox faydasını görürəm. İstəyir mədə bağırsaq olsun, sakitləşir. Ümumiyyətlə ödəm atmağa falan çox yaxşı təsir edir çoban yastığı. Bu təbii çoban yastığıdır. Yəni necə qurdulub da, yəni sırf belə mağazadan təbii çoban yastığı. Dediyim sözün mənasını özümə başa düşmədim. Yəni demək istədiyim odur ki, yəni ev şəraitində qurulur. Yəni hazır mağazadan alınanlardan deyib. Danışamıram qızlar nəsə. Demirəm, axır vaxtlar mənəsə olub. Belə, bu arada yeməyim hazırdır artıq. Qazana çəkmişəm, belə qapağı tutmuşam, ətləri altındadır. Yağını da əlavə eləmişəm. Burada da çayım dəmlənsin, çayımı içim. Sonra evə bir-iki işim var, onları əl gəzdirim. Nəhayət Rasim getdi məktəbə, qızlar gəlmişəm Araz marketə, Əsmərgin evinin yanına getdim. Buradan uşaqlar üçün bulka da götürürüm. Bulkalar var. Araz market ümumiyyətlə həqiqətən bulkaları dadlı olur. Bu təzə çıxıb deyənə bundan götürəcəm. Bu böllər də təzə olur. Onsuz da gündəlik burada qalmır bulka. Amma yenə hər ehtimala dedim, lap təzə, indi gözümlə gördüyümü götürüm. Çıxandan sonra düşünürəm, içməli yoğurt falan götürərəm. Buradan endirimlər bu arada doludur Araz marketlərdə. Bir belə abla vereyim, çıxım sonra baxaram. Dedim, uşaqlar bir də ac olar. Keramik tabaklar 1.99. Axır vaxtlar Arazda da göçən qablar olur. Prosto mənim düşüncəmlə qiymətləri bahadır. Datacaqlar mənim çölə Arazdan. Belə indirimlər var. Ayaqqabımı çoxdan da geyinmirəm. Elə bilirəm ki, çox yerdəndir. Belə düşmüşəm aşağı. Qızlar, burada bax, bu o qədər gözəl qoxusu var, amma heyf ki, pudralıdır qızlar. Başqa vaxtlarım yox idi, indi var. Özü endirimdədir, 4.89-dur. Amma qızlar çox pudralıdır da, pudralı da ləkə saxlayıb paltarlarda xoşuma gəlmiş. Baxın nələr var burada. Plastik qablar, bunlar buzluq üçün yaxşıdır. Derin dondurucu qablarıdır. Bunlar yaxşıdır. Əsmərə lazımdır bunlar. Bundan aldım qızlar o günləri. Məndə dediyim kimi də mənim taslarım hamısı kvadratdır, şkafda az yer tutur. Belə bunlar da yaxşıdır ya. Yəqin 2 manatdır belə. 3 dənədir. 3 dənədir bu. Hə, 3 dənə. Yaxşıdır, 3 dənəsi 2 manatdır. Yəni keyfiyyətli plastikdir də, əsas odur. Bax bu da yaxşıdır. Hər dəfə buna baxıram, qoyuram. Kaş bunlar ağ olardı. Ay, düşdü. Belə bəyəxlər dedim. Nəzər bunu eləmədim, elədim. Allah, buna bax, bu qısa var. Ayliş. Bələcə falan. Mələk. Orada da mənə baxırlar qızlar. Yatmaq otaqlarda yatır uşaqlar. İşlərimi oradan qutardım, çıxmışam, gəlmişəm. Rahat marketlə üzbəüz manatlıq mağazaya. Ayala, burada o qədər gözəl yeni şeylər var. Çox bəyənirəm. Baxın, buna baxın hələ. Gözəl. Bu at da gözəldir. Qəşəng şeylər var burada. İstəyirəm belə ətraflı sizə çəkim bu oyuncaqlar. Bu oyuncaqlar çox qəşəng. Əslində bunlar da çox bəyənmişəm. Baxın, qəşəng oyuncaqlar, yeni il av-havası. Mən bilirsiniz də hər dəfə deyirəm, yeni ili çox sevirəm. Yeni il avadanlıqları nə qədərdir. 1000 manat bu ışıqlara baxın. Lap batareya ilə yekədir. Bunlara baxın. 2 manat. Burada da geçen sefer bu qaşıqdan bir dənəsini aldım. Xoşuma gəlir. Qaşıq kolleksiyası deyirəm uje. Qəşəng qaşıqlarda belə. Yox, bunu aldım mən. Hə. Nə? Varımdır. Hə, gətirsən siliplər. Həqiqi. Hə, bu mop üçün olandır. Asmalara bak. Bir baxcan yarısı burada. Allah. Bugün nə günüdür bilmirik. Bütün uşaqlar bizdədir. Hamının uşağı götürmüşük, öz uşaqlarımız maşallah. Məhləm uşaqları. Hər bir övladlar. Gel. Hə, Zəhra da yedi, afər. Zəhra.
Pişik. Hə, get datma çox. Hə, məndən tutsan. Mustafa dayan da, Mustafa getmə. Hələ deyil Mustafa. Ya ateş edir ki, yavaş git. Ya bunu bax. Qəşəng. Nə qəşəng görsənir. Külək əsəcək qırmızı. Sən necə o, nə bilim o an nə deyir? Nə deyirlər ora? Snoptiklərin yanına getirsən. Elə deyirlər. Hə. Bunun qırmızı olanı. Sonra gətirsən. Dedim evə qızlar, gələn kimi toyuqlar qoymuşdum 2 dənə çölə. Onları doğrayıb, hazırlayıb ayırıram deyən, hə. Belə onları təmizlədim, dərilərini soydum. Hə, soğan doğramışam, soğan burada qovrulur. Demək bu toyuğun bir dənəsini mənə Əsmərin anası, bir dənəsi isə qonşum Gültəkin anası, Zəminə xala sağ olsun. Onlar göndəriblər, Allah razı olsun. Mən xəstə olan vaxtı göndərmişdilər. Da elə qaldı, elə soyduqda. Çıxartdım, indi doğramışam qəşəng onları. Dərilərini soymuşam. Burada toyuq sousu hazırlayacağım. Biraz soğancasını bol eləmişəm. Toyuq çığırtması da deyirlər. Hər zona bir şey deyir. Biz tərəflərdə Göyçayda buna toyuq bozbaşı deyirlər qızlar. Hə, elə TikTokda da baxdım. İndi reseptlər olanda ən çox tez rahat, qısa olur deyənə TikTokdan baxıram. Ki görüm kim nə tər məsəl sup eləyir, kim necə üsulu var, yeməyin görünüşünə baxıram falan. Deyirəm, öyrənmək heç bir yaşda gec deyil də. Hə, elə oradan baxdım, gördüm boyu bir yerim danışırdı. Dedim, aha, düz deyil. Toyuq bozbaşı deyirlər, bir yerdə toyuq çığırtması deyirlər, toyuq sousu deyirlər, hər bir şey deyil. Əsodu nədirsə ondan bişirirəm. Belə. Bundan bir neçə hissə götürüb atacağam ora, qızardacağam. Sonra üzərinə pomidor, biberlə belə qarışımlar düzəldib qoymuşam soyuducuya. Baxın qızlar, o gün qalan pomidorum, biberim vardı. Belə blender elədim. Elə sulu-sulu tökmüşəm onun içərisinə. Belə. Ay, aça bilməyəcəm. Bu indi tər açaram. Hə, açım, təkəlli alınmayacaq. Burada da bunun tükü qalıb, indi bunu təmizləyəcəm. Hə, bu biberlə pomidoru eyni anda blender elədim hamısını. Qatdım bura, qəşəng. Qarışdırdım. İndi ondan da əlavə eləyəcəm bu sousa. Qəşəng. Belənçinə bir opşum yemək bişirirəm. Gəldim, indi başladım bişirməyə. Əslində belə eləyəndə tez pişəcək. Uşaqlar hələ meyvə falan atışdırırlar, eləyirlər. Gələn kimi yemək yemirlər onsuz da. Baxın qızlar, qəşəng qaynayır. Əla. Yeməyi qoydum. Belə qaynamağında olsun. Ağzında biraz belə aralı qoyum. Bu arada qablarım vardı bir sürü. Onları da yudum, yığdım. İndi quruluyub yerləşdirəcəm. Bir ara saxlayırdım belə. İndi qızlar elə eləmirəm. Tez bazar yuyub, yığışdırıb qoyuram yerinə. Hə, qalanda qalır yoxsa. Vərdiş eləməyə çalışıram ki, tez-tez. Əvvəl tez eləyirdim. Sonra nə bilim bunu eləyirdim, qaçırdım, gedirdim, başqa işimi eləyirdim. Bu yan, o yan, başqa işlərim qalırdı. Ona görə bunu tez həll eləyim. Bilmədiklərini mənə deyə bilərsən. Mənə də çəkinmə, mən izah edəcəm, deyəcəm sözün mənasını. Sis də deməkdir bacı. Bacı, Bəli. Bəs səncə qardaş nə deməkdir? qardaş. Mən baxma, dur bax. Brother. Bəli, bax sis də bacı deməkdir. Brother qardaş. Flash kartları mən onu sənə göstərəcəm. Ora bax, diqqətlə. Gəl mən sənə onları göstərim. Vizual şəkildə də yadımızda qalsın. Hə. Family members. Gəl ailə üzvlərimizi tanıyaq. İlk olaraq mother. Mother ana deməkdir, bildiyimiz kimi. Aha. Və bəzən mother'ya, anaya mom da deyirlər. Məsələn, mom sözünü də görsən, çaşma yaxşı. Mam da ana deməkdir, mother da ana deməkdir, hətta mami də deyə bilərsən. Mami biraz sevələmək mənasıdır. Məsələn, Azərbaycan dilində deyirik, anacan, bax o mami deməkdir. Mother da anadır, mam da anadır. Gəl buradan da bunu da yazım hətta. Mam. İndi keçək ataya. Bəli, mam. Bax, mother da deyə bilərsən, mam da deyə bilərsən. Gəlir. Bu evlərə quş gəlir. Niyə qalır? Dost olub baxa bilər. Sumqayıt artıq yeni il modundadır qızlar. Uşaqlar elə sevinirlər, nənəsi gül getdiklərinə görə.
İnşallah mahnıya görə blok olmaz bu videom. Gedirik nənəmizin yanına. Güzel. Elə əsəbləşirəm. Gəlib Sumqayıt maçda dayanıb. Mən də bunların kutkalarını geyindirirəm, düşürdürəm də, hə. Belə ki, biraz tez onda xanım, biraz deyirəm nə olub? Ay ki, ay dayı deyirəm. Şeydir, heç nəvən yoxdur mu? Heç uşaqların olmayıb bu. Körpü uşaqlardır da. Mən tələsirəm. Deyirəm, hara tələssən? Buradan orada parkovka eləyəcəksən də. 5 dəqiqə irəli, 5 dəqiqə geri. Deyirəm, mənə çatmır da bu avtobus şoferləri ki, elə bir heç özlərində uşaq yoxdur falan. Belə uşaqlı qadınlara bir ayrı belə aqressiv olurlar. Biraz tez ol, nə olur belə. Gedək nənənin yanına düşəndə binəcəyik. Qoy oyun istə gəlsin, yaxşı. Valla başım tutmur, nədir? Gəlin. Niyə belə aqressivlər anlamıram ki, içinə. Demək qızlar, burada baxın bu hissədə Murad bəy var. YouTube işlədən xanımlar üçün deyirəm. YouTube məsələlərimi o həll elədi. Yəni sağ olsun, mənə göstəriş verdi, nə etmək lazımdır, nə tər eləmək lazımdır. Hər sizə də məsləhətim odur ki, elə ona yaxınlaşa bilərsiniz, yəni burada. O eləyir. Belə. Buradadır. Texnoservisdə. İndi ona yaxınlaşıram. Bir-iki işimdə qalıb, onlar da həll eləsin inşallah. Nə deyir? Əlavə yəni. Hə, uşaq. Yox. Baxa, hansını seçirsən? Hə, bu yaxşıdır da, bu daddır bu. Bu çəki verərsiniz. Əlavə naqisdir. Sizin naqisdir var, əlavə naqisdir. Burada Sumqayıt bazarı. Biz bir şeyler yedik. Pakette elətdirmişik mama üçün. Gedirik mamanın iş yerinə. Belə. Papaqlar yaman dəvə düşüb bu il. Gülü, bu tüklü papaqları qızların çoxunun başında var. Deyib bu da bunlar. Tüklü papaqlar var. Buradan cüce yiyeceğiz ha? Çıxardacağım. Orada gelip çıxardacağım. Gelin. Gelin. Gel. Pizza. Elə bir neçə saata bu qədər azalıbsa. Gel. Ha, niye? Niye yapar? Sakız diyeceğim. Acıdı. Değil. Küstün. Ben sakızımı. Sen sakızı yiyirsən. Ve bir de Roblox. Eat my god. Roblox. Eat my god. Roblox. Yo. Sen olmaz. Get buradan. Eat my god. Get buradan. Sen apamayacağım sen. Sen apamayacağım. Yo, sen apamayacağım. Kaç buradan. Kaç buradan. Mənə baxın. Nə qəşəng paltodur. Selam var burada. Orada giyindim. Baxın. Palto. Qəşəng görsəndirə bilirəm. Hoşuma gəldi. Gəlmişik qızlar. Məktəbə 5 nömrəliyə. Bacımın qızı burada oxuyur. Gəlmişik onu götürməyə. Buradan götürüb çıxacağıq. 5 nömrəli. Keçən səfər paylaşanda 5 nömrəlini çox adam yazmışdı ki, bəs şeydir. Adını biz də oxumuşuq bu məktəbdə. Nostalji olmuşdu qızlara. Belə. Hoş geldik. Görək Ayda xanım gəlsin.
Şərəfli. Mesela bunları gözüm indi. Hiç seni... Ay Allah. Mənə qızlar oyan kofedən bir dənə də kapuçino alıb bacım. Bilir ki mən İçmədiyimə görə. hə o içmir, amma bilir ki mən içirəm. Ama çok tatlı olur yani. Hə, qəşəng idi dadı. Orada baxdım, özdə karamel siroplu. Hə, Ona demeydi. karamel siroplu, amma qəşəng idi dadı. Və qızlar, Sumqayıtın axşamları. Artıq hər tərəf necə gözəl görsənir, səliqəli. Qəşəng mağazalar birbirindən gözəl. Geyimlər. Ay teyzəsən. Yeni. Göy üzünə bax. Bu aralar külək falan var deyə göy üzü bir ayrı gözəldir. Aa, bura haradır? Nə gözəl bəzəyiblər qızlar, baxın. Bu yeni açılıb bu mağaza burada. Gümüş falandır deyəsən. Büyük həyatda bəzəyiblər, yolkalarla bəzədilmiş hər yer göstər. Necəb? Adoru belə çox bəzəməyiblər, belə yeni il temalı. Hə? Necəb ki, oranı bəzəməyiblər, buranı adoru. Aha, bir dənə yolkalar var. Sonra görüm hara. Fardi. Fardini də qəşəng bəzəyiblər. Gördüm artıq. Mən də belə pərdə işıq istəyirdim, kuxunaya istəyirdim, üstdən belə qısa. Oo, amma mən o gün gördüm iydən bəziydilər burada olanda. Yəni bu kəpənəkdən elə xoşum gəlir gülüm. Çox bahadır. Oranı da qəşəng bəzəyiblər hoşum. Belə. Qəşəngdir qızlar. Buranın adını bilmirəm nədir. Qəşəng bir yerdə. Hoşuma gəldi. Qəşəng məhsullar var burada. Sumqayıt mağazaları. Belə. Qızlar baxıram. Mağazada qəşəng şeylər var. Səsinə buralarda çox çəkiliş dedim. Çəkiliş icazə vermirlər. Amma mən yeni çəkirəm. Elə qəşəng material var. Yumuşaqdır. 23 manat, 25 manatdır. Gəldi qızlar. Şaka maka ucuzluğa. Şaka mı? Ucuzluq. Buna baxın. Böyük olmasa nə qəşəngdir. Gəliyor. 19.43. Tamam. Var mı ya da şey de? Çör-çöpü. Bunu var ha. Bunu mən 6 manat almışam. 8 manatdır burada. Ben şaka, mən Biləcərdən 6 manat aldım. Üstad alacağım, sağ olasın. Şaka maka. Bu neçəyədir? Bu neçəyədir? Bunu 4 manata dediniz də, hər səhv eləmirəm 8 manat. O 4 manat. Geçeydi bu da. Mara. Aha, bu da geçeydi. Bu ondan değil. Bunlar 6'dır. Biz bunu yastığı ilə 4.50 aldıq, yadından çıxır. Gel. Bu da yani ucuz şaka maka ucuzluqdur. Amma heç bir ucuz şey görmədik. Vallahi burada belə bir sıxmasın. Gel basacağım.
Yaxşıdır materialı. Tamam. Qadın geyimləri var, Pink Butik. Hər şey etiketinin yarı qiymətindədir. Ancaq geyimlər, yəni etiketinin yarı qiymətindədir. Düz köhnə defakto ilə üzbəüz bazarın yanında. Hər şey etiketin yarı qiymətindədir. Çox yaxşı. Qəşəng şeylər var. Futbolkalar falan var. Bax məsələn belə qəşəng futbolkalar var. 15 manatdır, düşüb şeyə. 7 manat 50 qəpiyə bacım götürdü onlardan. Qəşəngdir. Maraldır. Gündəlik geyimi 18 manat. 40. Bozu da var qəşəng də. 42. Bax qızlar. Bu etiketin yarı qiyməti 36 manatdır. Düşəcək 18 manata. Əladır məncə. Abas, abas. Belə. Tam param pam bili. Ay bak. Bəs yavaş yavaş. Bütün şüşə buxar idi. Bayaqdan nə edirdiksə buxarlanma getmirdi. Təraş köpüyü ilə sildi, yaxşıca hər iki tərəfdən, içərdən də, çöldən də və heç bir buxarlanma yoxdur bayaqdan. Bu üsulu mütləq hamı ilə bölüşün. Gəlmişik qızlar KFC-yə, boğanlara baxın. Qızlar da var yanında. Qız yadından çıxır. Oğlan kimi oxşuyursa. It is finger. It is finger. Link.